Salamlar, hər birinizi xoş gördük kanalımda, dəyərli izləyicilərim, əziz abunəçilərim. Bugün salamlarımı göndərəcəm Zilan qızımıza, Ayşə Laçınova qızıma, Aysel Baxışova tez-tez adına rast gəlirəm, daimi izləyicimizdir. Həmçinin Ayşə Laçınova, Lətifə Hacıyeva salamlar, Məhəmməd Rızayev salamlar, Qurbanova Gülnarəyə də salamlar, Səkinə Orucova salamlar, Fəqan Babayev salamlar və Kamilov Kamil, hər birinizə salamlar əzizlərim, hər biriniz mənim üçün ayrısınız, hər birinizi çox istəyirəm, hər birinizə buradan uğurlar arzulayıram, dərslərinizdə müvəffəqiyyətlər arzulayıram, inanıram ki, dərslərimizə baxaraq uğur qazana bilirsiniz. Sizin yazdığınız o gözəl rəylər həqiqətən mənə daha çox enerji verir, həvəs verir ki, şagirdlərim, mənə izləyicilərim, yəni məni dinləyənlər mənim dərslərimdən yararlana bilirlər. Söhbət mənim məqsədimdən gedir ki, mən düşünürəm ki, məqsədimə çatıram. Sizlər belə etdikcə mən də məqsədimə çatmış oluram. Gəlin indi suallarımızın cavabına və dərsimizə keçək, birlikdə öyrənək. Dərsimiz bugün hava axını necə yaranır mövzusu olacaq. Hava nə oldu? Müəyyən vaxt ərzində atmosferin aşağı qatında baş verən hadisədir. Yəni iqlim və hava anlayışları fərqlidir. İqlim uzun müddətli havanın özdə təkrarlanması sayılır, amma hava hər an dəyişə bilən atmosfer hadisəsidir. Havanın mühüm elementlərindən biri təzyiqdir. Biz demişdik, havanın elementləri temperatur, təzyiq və rütubətdir. İndi bugün təzyiqdən danışacağıq. Havanın yer səthinə və orada olan bütün cisimlərin üzərinə düşən ağırlığına atmosfer təzyiqi deyilir. Mütləq bu qaydanı bilməliyik. Atmosfer təzyiqi havanın yer səthindəki cisimlərin üzərinə düşdüyü ağırlıqdır. Atmosfer təzyiqi əsasən temperaturun təsiri ilə formalaşır və barometr cihazı ilə ölçülür. Deməli, atmosfer təzyiqi nə ilə ölçüldü? Barometr cihazı ilə ölçüldü. Burada gördüyünüz kimi təzyiqin dəyişməsi aşağıda göstərilir. Temperaturun azalması nəticəsində hava soyuyaraq sıxlaşır, ağırlaşır və aşağı doğru enərək yüksək təzyiq yaradır. Temperaturun artması nəticəsində hava qızaraq yüngülləşir. Temperatur qızanda, temperatur artanda hava yüngülləşir, seyrəkləşir və yuxarıya qalxır. Bunda alçaq təzyiq sahəsi yaranır uşaqlar. Amma temperaturun azalması nəticəsində yüksək təzyiq sahəsi yaranır və hava ağırlaşaraq aşağıya doğru enir. Təzyiqin yer səthində qeyri-bərabər paylanması nəticəsində hava axınları əmələ gəlir. Belə ki, hava yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru hərəkət edir. Bu küləkdir uşaqlar. Külək nəyə deyilir sual olsa, biz deyəcəyik ki, yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru havanın enən hərəkəti. Heç vaxt külək alçaq təzyiqdən yüksək təzyiqə doğru hərəkət edə bilməz. Baxırıq ki, güclü küləklər əsir. Deməli, burada nə zaman bunu görsək, nə yaranıbdır? Deməli, burada təzyiq fərqi yaranıb. Söhbət ondan gedir. Təzyiq fərqi yaranıbdır, hava axınları daxil olub. Məsələn, şimaldan cənuba əsən küləklər şimal küləyi adlanır. Buradan söhbət gedir. Buradan söhbət gedir. Bax, şimaldan cənuba doğru əsən. Yəni, ox işarəsi bu şəkildə qeyd olunursa, baxmayaraq cənuba doğrudur, düzdür. Amma hardan əsibdir? Şimaldan əsib. Ona görə də bu ox işarəsi şimal küləyini göstərir. Belə, bu şəkildə olanda, görürsünüz, qərbdən şərqə doğru əsmiş olur. Bura qərbdir, bura şərqdir. Demək, bu küləyin adı qərb küləyi olacaq, şərq küləyi yox. Hardan başlayırsa, onunla hesablanır. Məsəl üçün, biz üfüqün cəhətlərini biz bilirik ki, şimal, cənub, şərq və qərbdir. Şimalla şərqin arası şimal, şərq. Şərqlə cənubun arası cənub, şərq. Cənubla qərbin arası cənub, qərb. Şimalla qərbin arası şimal, qərbdir. İndi bu şəkildə bunları yəqin ki, hər birimiz bilirik. Bunları bildikdən sonra uşaqlar, indi ox işarələrinə baxacaq. Məsəl üçün, ox işarəsi bu şəkildədirsə, deməli bu qərb küləyidir. Bu şəkildədirsə olacaq şərq küləyi. Belədirsə, deməli şimal qərbdən cənub-şərqə doğru əsibdir. Ona görə şimal-qərb küləyidir. Və yaxud da belədirsə ox işarəsi şimala doğrudur. Və yaxud da belə ola bilər, bu şəkildə ola bilər. Yəni, başladığı nöqtəyə diqqətlə baxın. Hardan başlayırsa, deməli, o küləyə əsibdir. Buradan şimal-şərq küləyə əsibdir. Cənub-qərbə doğru bura qədər. Burada, məsəl üçün,
Başladığı yer buradır. Deməli qərbdən şərqə əsib. Burada şimal-qərbdən başlaydı. Şimal-qərb küləyi də cənub-şərqə doğru əsibdi. Və s. Bax bu şəkildə inanıram ki, anlaya bildiniz. Daha sonra şimal və cənubdan əsən küləklər fərqli xüsusiyyətlərə malik olur. Şimal küləkləri əsasən qış aylarında əsir və havanın temperaturunu aşağı salır. Məsələn, Azərbaycanda da belədir. Azərbaycanda qış aylarında əsasən mülayim küləkləri əsir. Yayda tropik hava kütlələri əsasən şimaldan gəlir. Cənub küləkləri daha çox yaz və yay aylarında əsir. Yəni isti külək olduğu üçün cənub küləkləri yaz-yay. Bu küləklər havanı isti, bəzən tozlu edir. Hətta səhralar üzərində formalaşır. Respublikamıza da gəlir. Buna cənub küləyi deyirlər və tozlu, buruğanlı olur, isti olur. Hətta təsərrüfata ziyan verici küləklərdir. Küləklər güclü olduqda kənd təsərrüfatına mənfi təsir göstərə bilər. Heç buranı oxumadığım halda dedim. Yəni tozlu küləklər, isti küləklər kənd təsərrüfatına ziyan vurur. Çünki bitkilərin yetişməsinə mənfi təsir göstərir. Susuzdur. Susuz qalan bitki əlbəttə ki, məhv olacaq. Daha sonra bura gələcəyik. Müxtəlif ərazilər arasında təzyiq fərqi artdıqda küləyin sürəti və gücü də artır. Yəni nə qədər güclü təzyiq fərqi yaranarsa, külək daha güclü olar. Təzyiq fərqi çoxdursa, deməli külək də daha güclü əsəcək. Güclü küləklər yer səthində dağıntılara səbəb olur. Küləyin sürəti və gücünü ölçmək üçün Beaufort şkalasından istifadə olunur. Bax, bunlara diqqət edin uşaqlar. Beaufort şkalasından istifadə edilir. Bu da küləyin gücü, sürəti və dağıdıcı qüvvəsi. Gördüyünüz kimi şkalaya əsasən 12 balla ölçülür küləyin gücü, sürəti. Gücü 12 bala qədərdir, bəli. 0 arasındakı bu şəlakətdir. 1-3 arasında zəif külək sayılır. 4-6 ballıqdırsa güclüdür. 7-8 ballıq çox güclü küləklərdir. Dağıdıcı, artıq dağılma prosesi baş verir. 9-10-da qasırğadır. 11-12 küləklərdə artıq yerdə demək olar ki, heç nə qalmır. Buna güclü qasırğa deyirlər. Bu da küləyin dağıdıcı gücü də, dağıdıcı qüvvəsi də aşağıda şəkillərdə göstərilir. Bu da Beaufort şkalası. Yəni Beaufort şkalası ilə ölçülür. Bunu mütləq bilməlisiniz. Barometr nədir? Beaufort şkalası nədir? Axırda təkrar edərik. Yer kürəsinin müxtəlif ərazilərdə həmin yerlərə məxsus küləklər formalaşır. Bunlar yerli küləklər adlanır. Bu küləklərin regionundan asılı olaraq fərqli adları var. Məsələn, Ağyel, Qarayel, Azərbaycanda Aran rayonları üçün aid olan küləklərdir. Bunlar Ağyel və Qarayel təsərrüfata ziyan verən küləklərdir. Sahil boyu ərazilərdə quru və suyun temperaturunun gün ərzində dəyişməsi nəticəsində gecə və gündüz brizləri yaranır. Gündüzlər, deməli, gündüz dənizdən quruya əsir, gecə isə qurudan dənizə doğru əsən küləklərdir. Bax, burada gördüyünüz kimi bu şəkildə dövr eləyir. Bunlar musonlardır. Musonlar da bir növ brizlər kimi uşaqlar. Bura sol tərəf, bura brizin şəkli. Sağ tərəfdə musonlardır. Musonlar brizlərdən fərqli olaraq daha böyük ərazilər üçün xarakterli. Üzr istəyirəm. Məsəl üçün, materiklə okean arasında yarana bilər musonlar, xüsusilə də ki, Cənub-Şərqi və Şərqi Asiyada və Cənubi Asiya üçün xarakterli küləklərdir. Yayda dənizdən quruya, qışda qurudan dənizə doğru əsir. Amma brizlər gecə və gündüz arasında dəyişir, sutkalıq küləklərdir. Musonlar ərəbcədən mövsüm deməkdir. Muson sözünün mənası bu arada mövsümi küləklər adlanır. Dərsimizə mütləq diqqətli şəkildə qulaq asın ki, bir də evdə öyrənməyə ehtiyac olmasın. Bir də deyirik, deməli, atmosfer təzyiqi nədir? Bütün cisimlərin üzərinə göstərdiyi ağırlıqdır. Buna atmosfer təzyiqi deyirlər. Atmosfer təzyiqi barometr cihazı ilə ölçülür. Alçaq təzyiq ağır olur. Deməli, temperaturun artması nəticəsində, daha doğrusu temperatur artarsa yüngülləşər və yuxarı qalxar. Buna deyirlər alçaq təzyiq. Amma yüksək təzyiq ağır olur. Yəni havanın temperaturu azalır. Azalma nəticəsində hava sıxlaşır, soyuyur və aşağı enir. Buna deyirlər yüksək təzyiq. Sonra külək nəyə deyilir? Külək havanın üfüqi hərəkətidir və yaxud da ki, təzyiq fərqindən yaranan yer dəyişməli. Külək havanın, baxın burada da göstərib, havanın üfüqi yer dəyişməsinə külək deyilir. Yüksək təzyiq və alçaq təzyiq sahəsinə doğru hərəkət edir. Külək heç vaxt dedik ki, alçaqdan yüksəyə doğru əsə bilməz. İstiqamətlərini də bildik. İstiqamətlər hardan, necə əsirsə, ona əsasən müəyyən edəcəyik. Bu da küləyin sürəti və gücünü ölçmək üçün cihazdır. Beaufort şkalasıdır daha doğrusu. Beaufort şkalasına əsasən ölçülür ki, küləklər hansı gücə malikdir. Balla ölçülür, 12 balla. Richter şkalası da yadınızdadsa zəlzələnin gücünü ölçmək üçün idi.
Burada yerli küləklər var, ağ yel, qara yel var, mussonlar var. Baxın, küləklər yalnız lokal deyil, regional. Yəni sırf bir ərazi üçün deyil, region səviyyəsində də ola bilər ki, bunlara deməli musson küləkləri deyilir. Ağ yel, qara yel, yenə qələmim ilişib. Deməli lokal, bu da regional miqyasda da ola bilər. Lokal deyəndə ağ yel, qara yeli göstərə bilərsiniz. Amma regional deyəndə Cənub-Şərqi Asiya və Şərqi Asiya, bir də Cənubi Asiyanı deyə bilərik. Musson küləkləri yaranır. Yay və qış mussonları yayda dənizdən quruya, qış mussonu qışda qurudan dənizə. Deməli orada 6 ay yağıntılı dövr, 6 ay isə quraqlıq başlayır. İndi hal-hazırda düşünün görüm, Şərqi Asiyada qış ayıdırsa, yağıntılı yoxsa quraq dövrdürmü? Keçək biz ona qədər tapşırıqlarımıza baxmağa. Deməli, A şəklinə əsasən sualları cavablandırın. Yüksək və alçaq təzyiq sahəsi arasında fərqi izah eləyin. Sizin kitabınızda da o şəkildə də mövzu olaraq izahda da var idi. Mən də sizə izah elədim ki, uşaqlar yüksək təzyiq, ümumiyyətcə külək bilir ki, yüksək təzyiq sahəsindən alçaq təzyiq sahəsinə doğru hərəkət eləyir. Heç vaxt alçaq təzyiqdən yüksək təzyiqə doğru hərəkət eləyə bilməz. Soyuqda ağırlaşan hava yer səthinə doğru enməyə başlayır və onun ağırlığı səthə təzyiq göstərir. Bu yüksək təzyiqdir, yəni daha çox təsir göstərir. İstidə yüngülləşir, hava istidə yüngülləşir və genişlənir, yadınızda saxlayın. İsti hava suyu saxlama qabiliyyəti də yüksək olur. Çünki səbəb ona görə ki, isti hava genişlənir. Soyuq hava amma sıxlaşır və ağırlaşır. Yer səthindən yuxarıya qalxır isti hava və yuxarıya qalxmağa başlayır, səthə təsiri azalır. Bu isə alçaq təzyiq sahəsidir. Nə üçün hava yüksək təzyiqdən alçaq təzyiq sahəsinə doğru hərəkət eləyir? Elə səbəb də budur ki, yüksək təzyiq sahəsində hava sıxlaşmış halda olduğu üçün alçaq təzyiqə doğru hərəkət eləyir. Yəni yuxarıda və aşağıda olur. Yəni hava təzyiqin daha çox olduğu yerdən az olduğu yerə doğru hərəkət eləyir. Bax, bu da olacaq uşaqlar bizim küləyin nə üçün olmağının səbəbi. Deməli, yüksək təzyiq sahəsində hava sıxlaşır, alçaq təzyiqə doğru hərəkət eləyir və hava təzyiqinin daha çox olduğu yerdən daha az olduğu yerə doğru hərəkət edir. Bu sayədə də külək yaranır. Küləkləri cədvələ verilən istiqamətə görə adlandırın. Deməli, birincisi, uşaqlar, birinci cənub-qərb küləyidir, ikinci şimal-qərb küləyi və 3 şərq küləyi. Biz bunun mənalarını da izah elədik bayaqları ki, məsəl üçün, ox işarəsi hansı istiqaməti göstərir, ondan asılıdır. Yəni, hardan başlamağından asılıdır, söhbət ondan gedir. Bax, məsəl üçün, birinci şəkil, tutaq ki, bu şəkildən danışaq. Burada şərq küləyi deyil, buna qərb küləyi deyəcək. Çünki şərq istiqamətində verilsə də, qərbdən şərqə doğru əsir. Ona görə bu qərb küləyidir. Bax, altdakı şəkil isə şərq küləyi adlanacaq. Çünki şərqdən qərbə doğru əsir. Başladığı nöqtədən lazımdır. Burada isə cənub-qərbə doğru əsir, amma daha doğrusu şimal şərqdən başlayıb cənub-qərbə doğru əsir. Ona görə şimal-şərq küləyidir. Bu isə əksinə cənub-qərb küləyidir. Bu isə cənub küləyidir, şimala doğru əsir. Amma ox işarəsi yuxarıdan aşağıya doğru olsa, bu olacaq şimal küləyi. Üçüncü sualda C xəritəsində küləklərin əsli istiqamət verilmişdir. Əsasən sualları məntəqələrin təzyiqini necə müəyyən edə bilərsiniz? Təzyiqi necə müəyyən etmək olar? C şəklinə verilən məntəqənin təzyiqi oxların istiqamətinə görə müəyyən etmək mümkündür. Küləklər bilir ki, yüksək təzyiqdən alçaq təzyiq sahəsinə doğru hərəkət edir. Buna görə birinci və ikinci məntəqələr alçaq, üçüncü məntəqə isə yüksək təzyiq sahəsidir. B-də isə istiqamətlərinə görə küləkləri adlandırın. Təsvirdə üçüncü məntəqədən birinci məntəqəyə doğru hərəkət edən külək cənub-şərq küləyidir, digəri cənub-qərb küləyi adlanır. Yer şəklinə əsasən sualları cavablandıraq. A variantda gündüz və gecə vaxtı axınların istiqamətini müəyyən edin. Mən də demişdim ki, gündüz dənizdən quruya, gecə qurudan dənizə doğru əsir. Bunlar söhbət brizlərdən gedir. Gecə-gündüz, yəni sutkalıq küləklərə deyilir. Gecə-gündüz brizləri. Gündüz küləyin istiqaməti sudan quruya, gecə isə qurudan suya doğru əsir. Nə üçün günün müxtəlif vaxtlarında küləyin istiqaməti fərqlidir? Günün müxtəlif vaxtlarında küləyin istiqamətinin fərqli olması həmin ərazidə yaranan təzyiq sahələrinin fərqli olmasıdır. Yəni təzyiq fərqindən yaranır uşaqlar. Belə ki, gündüz vaxtı quruda hava istidir. Hava isti olduğu üçün burada alçaq təzyiq. Əksinədir də, temperaturla təzyiq həmişə tərsinədir. Temperatur yüksələndə təzyiq aşağı düşür. Alçaq təzyiq sahəsi yaranır. Su hövzəsi soyuq olduğu üçün orada yüksək təzyiq sahəsi yaranır. Buna görə də küləyin istiqaməti gündüz vaxtı sudan quruya, gecə isə qurudan suya doğru əsir. Bunu mən düşünürəm ki, çox asan dildə başa saldım. Belə qeyri-adi bir şey də deyil. Bura su, bura quru olarsa, gündüz vaxtı sudan quruya doğru əsir. Çünki su sahəsi
soyuq olur. Gecə isə qurudan suya doğru əsir. Soyuq olan ərazidə temperatur demişik ki, soyuq olarsa, temperatur aşağı olarsa təzyiq yüksək olur. Külək də yüksək təzyiqdən alçaq təzyiqə doğru əsir. Deməli, su üzərində hava soyuq, amma təzyiq yuxarıdır. Quru üzərində söhbət gündüzdən gedir. Quruda isə temperatur aşağı, hava təzyiqi isə yüksək olur. Daha doğrusu temperatur yuxarı, havanın təzyiqi isə aşağı olur. Deməli, küləyin istiqamətinin dəyişməsini quruya necə təsir göstərir? Deməli, küləyin xüsusiyyəti onun yarandığı ərazilərdən, keçdiyi ərazilərdən asılıdır. Belə ki, uşaqlar, əgər su hövzəsindən keçib gəlirsə quruya doğru, təbii ki, suyun üzərindən gələn külək nə gətirəcək? Özü ilə bol yağıntı gətirəcək, düzdürmü? Rütubət gətirəcək. Amma quru üzərindən formalaşan və qurudan əsən külək isə quraqlıq gətirəcək. Ev şəklinə təsvir olunan yay və qış mussonları bir-birlərindən nə ilə fərqlənir? Yayda hava kütlələri sudan quruya doğru hərəkət eləyir. Qışda isə əksinə küləklər qurudan suya doğru əsməyə başlayır. Yayda mussonlar yağıntı, qışda isə quru gətirir. Qışda qurudan dənizə doğru əsdiyi üçün qışda quru hava şəraiti gətirir. Amma yayda da ki, dənizdən quruya əsdiyi üçün rütubətli hava gətirir. İndi hal-hazırda məsəl üçün mussonlarla qidalanan ərazilər, deyək ki, musson rejimli ərazilər var ki, Asiyanın şərqi, cənub-şərqi və ya da cənub hissəsi, dərsdə də dediyim kimi, həmin yerlərdə uşaqlar musson küləkləri təsir etdiyi üçün hal-hazırda həmin ərazilərdə rütubətli dövr yox, əksinə quraq dövr başlayır. Çünki qış aylarıdır. İndi hal-hazırda yəni quraqlıq dövrüdür. Orada sualla vermişdim sizə. Y və F şəkillərindəki küləklərin oxşar və fərqli cəhətlərini müəyyən edən hər iki şəkildəki küləklər su və qura üzərindəki təzyiq fərqindən yaranır. Fərqli cəhət odur ki, Y şəklində külək sutqalıq, F-də isə fəsillərin, yəni biri mussondur, biri sutqalıq brizlərdir. Söhbət ondan ibarətdir. G şəkli səhifə 5-də verilən tornado baş verdiyi ərazidə deyir ki, küləyin sürət və gücünü D ilə Beaufort şkalasına əsasən bir-birlərinə uyğunlaşdırmalıyıq ki, yəni tornadonu həmin o Beaufort şkalasına əsasən hansı küləyə uyğun gələr uşaqlar? G şəklinə nəzərən, daha doğrusu nəzər saldıqda tərs çevrilən maşınlar, uçmuş, dağılmış, hər tərəf pis vəziyyətdə olan yerlər görürük. Bu isə bizə küləyin şiddətli olmağını əsas göstərə bilirik də, yəni əsas verir. Və burada da belə başa düşərik ki, Beaufort şkalasına görə siz qısaldılmış formada yazın uşaqlar. Bəzi uşaqlar deyir ki, müəllimə çox uzun danışırsınız, biraz qısaldılmış. Siz qısaldılmış yazın da. Bax, bu sualın cavabını mən sizə necə qısaldım? Ətraflı izah eləmək istəyirəm ki, sizə çatsın, tam ətraflı başa düşəsiniz. Öz fikirlərinizi ümumləşdirə bilərsiniz. Məsəl üçün, G şəklinə nəzər saldıqda uçulmuş əraziləri görə bilirik. Bu da onu göstərir ki, burada külək güclüdür. Şəklə əsasən biz deyə bilərik ki, burada, hara getdi? Burada, deməli, tornadoya görə, daha doğrusu Beaufort şkalasına görə 11-12 bal gücündədir. Küləyin sürəti də saniyədə 30 metr sürətlədir. Beaufort şkalasındakı küləyin ölçü vahid edə bilirik. Belə uşaqlar, hər birinizə uğurlar arzulayıram. Hər birinizi mesajlarınızı, yəni ürək sözlərinizi gözləyirəm, rəylərinizi gözləyirəm və o rəylərinizə çalışıram ki, hər birinizin rəyinə cavablandırım. İnşallah gələn dərsimizdə görüşmək ümidi ilə. Sağ olun.